Salam, hər vaxtınız xeyir olsun. Əziz izləyicilər, müəllimlər, şagirdlər və biologiya sevərlərimiz. Biz bu videomuzda ABC sınaq toplusundan biologiyaya aid olan sınaq yetkin testlərindən izah verəcəyik. Başlayırıq birinci sualdan. Birinci sualda bizə deyilir ki, diploid xromosom dəsli çiyələk bitkisinin endosperm hüceyrəsi hansı xromosom yığınına malik olar? Biz bildik ki, endosperm mərkəzi hüceyrə ilə sperminin birləşməsindən əmələ gəlir. Və çiyələk bitkisində dişi heterogamitdir, yəni dişi fərd XY-dir. Ona görə bunun mərkəzi hüceyrəsi ya XX olmalıdır, ya da YY olmalıdır. Və bunlar erkək bitkinin X cinsiyyət xromosomlu spermisi ilə birləşəndə mərkəzi hüceyrəsi ya olmalıdır 3 dənə X, ya da olmalıdır X, Y, Y. Yəni birinci sualın cavabı bizdə olacaq 1 və 3. Yəni A bəndi. Gəldik ikinci suala. Bizə deyir ki, diheterozigot boz ada dovşanları çarpazlaşdıqda yalnız bir əlamətə görə heterozigot olan boz ada dovşanları yaşama qabiliyyətinə malik olmazlarsa, alınan fərdlərin fenotip nisbəti neçə olar? Gəlin bunu biraz balacalaşdıraq və kənarda yazaq. Demək, demək, biz nə edirik? Diheterozigot boz ada dovşanları böyük C, kiçik C, böyük A, kiçik A'dır. Bunları bir-biri ilə çarpazlaşdıracağıq. Böyük C, kiçik C'ləri monohibridə gətirək. Bir-biri ilə çarpazlaşdıraq. Buradan bir dənə böyük C, böyük C, iki dənə böyük C, kiçik C və bir dənə də kiçik C, kiçik C alınır. Böyük A, kiçik A'ları da bir-biri ilə çarpazlaşdıranda alınır bir dənə böyük A, böyük A, iki dənə böyük A, kiçik A və bir dənə də kiçik A, kiçik A. Düzdürmü? İndi C'ləri bir-bir A'lara vuraq, genotiplərimizi yazaq da. Biri birə vuranda bir dənə böyük C, böyük C, böyük A, böyük A. Biri ikiyə vuranda iki dənə böyük C, böyük C, böyük A, kiçik A. Biri birə vuranda bir dənə böyük C, böyük C, kiçik A, kiçik A. İndi böyük C, kiçik C'ləri bir-bir aşağıdakı A'lara vururuz. İkini birə vuranda iki dənə böyük C, kiçik C, böyük A, böyük A. İkini ikiyə vuranda dörd dənə böyük C, kiçik C, böyük A, kiçik A. İkini birə vuranda iki dənə nə olur? Böyük C, kiçik C, kiçik A, kiçik A. İndi kiçik C'ləri vuranda, biri birə vuranda bir dənə kiçik C, kiçik C, böyük A, böyük A. Biri ikiyə vuranda iki dənə kiçik C, kiçik C, böyük A, kiçik A. Biri birə vuranda bir dənə kiçik C, kiçik C, kiçik A'ları da yazıram yanına. İndi bizə nə demişdi? Yalnız bir əlamətə görə heterozigot olan bozada dovşanları. Bunlar hansılardır? Bax bunlardır. Kiçik C, böyük C, böyük C, böyük A, kiçik A və böyük C, kiçik C, böyük A, böyük A. Bunlar getdikdən sonra yerdə bozada dovşanları kimi 4 dənə diheterozigot qalır. Bir dənə də dihomozigot bozada dovşanları qalır. Yəni 5 dənə bozumuz var. 3 dənə qaramız var bizim. 2 dənə böyük C, kiçik C, kiçik A, kiçik A və bir dənə də böyük C, böyük C, kiçik A, kiçik A. 3 dənə qara oldu və yerdə qalan bu 4 dənələr isə cəmi ağ olur. Deməli 5-in 3-ə, onun da 4-ə nisbəti olacaq bizim cavabımız. Yəni B bəndi olmalıdır. İkinci sualda cavab kimi. Üçüncü sualda yaşıl yarpağın neçə qrup toxumasında fotosintez prosesi gedər? Təbii ki, burada əsas toxumada getmiş olacaq və dəricikdə ağcıq hüceyrələrində gedəcək. Cavabımız A bəndi götürüləcək. Dördüncü suala gəldiyimiz zaman mamırın 5 dənə yarpaq, 5 dənə zigot, 5 dənə spor, 5 dənə proteinema hüceyrəsindəki xromosomların sayı ilə gəlin baxaq. Mamırda 5 dənə yarpaq 5N edir. 5 dənə zigot 10N edir. 5 dənə spor 5N edir.
5 dənə proteinемada 5 n-dir. Cəmi bu elədir 25 n. Ulotrixin 5 dənə zigotu 10 n eləyir, diploiddir ona görə. 5 dənə yaşıl hüceyrəsi 5 n eləyir, haploiddir ona görə. Bir dənə rəngsiz hüceyrədə xromosom yoxdur. İndi bizdən n çıxılsın m deyir. Hansı ifadə ilə düzgün göstərilib? Baxdığımız zaman n-in qiyməti eləyir 25 n. Düzdür? M-in qiyməti də eləyir 15 n. Çıxanda biz buradan nə tapırıq? 10 n tapırıq. Yəni onu hansı rəqəmdən? Elə bil ki, n-in yerinə 25 qoymalıyıq, m-in yerinə də 15 qoymalıyıq və cavabımızı biz buradan tapmalıyıq. Baxıram, n-in yerinə 25 qoyanda burada 3 vurulsun 25, çıxılsın 4 vurulsun 15. Bu ne eləyir? Bu eləyir 75 çıxılsın 60, qalıb burada 15. 15-dən də 5 çıxanda 5 çıxan. Cavabımız eləyir 10. Yəni elə 10n biz burada yazmışdıq da. Cavabımız ona görə A bəndi olaraq götürülməlidir. 5-ci sualda heyvanların əksəriyyət deyəndə həşəratları fikirləşməliyik biz. Ürəyində arterial qan olur, xeyr. İki cüt yerimə ayağı olur, xeyr. Tənəffüs sistemi ağciyərlərdir, xeyr. İfrazat sistemi malfik borulardır, bəli. İnkişafı düzünədir, xeyr. Cavabımız C bəndi. 6-cı sualda hansı geoloji dövrdə canlıların iştirakı ilə tozlanma meydana çıxır? Yəni bizdən nə istəyir? Yəni həşəratla tozlanma olsun. Bu şəkildə də, yəni hər hansı bir canlının iştirakı ilə tozlanma olsun. Həşəratla tozlanma olsun, deyək ki, tozlayıcı gücü yaransın. Bu şəkildə qeyd eləmək istəyir. Yəni çarpaz tozlanmanın küləklə tozlanması abiotik amillərindəndir. Yəni burada ya öz-özünə tozlanma getsin, ya həşəratla tozlanma getsin. Bu şəkildə kimi qeyd eləmiş olur. Bu da təbaşir dövründə örtülü toxumlular yarananda ola bilərdi. Ona görə cavabımız C bəndi olaraq neyniyəcəyik? Götürmüş olacağıq. Gəldik 7-ci suala. Bizə deyir ki, müəyyən bir sayda bakteriyaların fasiləsiz bölünməsi zamanı 2 saat ərzində bölünməyə məruz qalan fərdlərin maksimum sayı 504 olmuşdur. Dördüncü bölünməyə bir bakteriyanın neçə fərdi məruz qalıb? Mənim, bax burada, bax, bu hissə var ha, bu hissə mənim tamamilə başımı qarışdırmaq üçün. Dördüncü bölünməyə bir bakteriyanın neçə fərdi məruz qalıbsa, birdən başda yazmağa da bir bakteriya birinci dəfə bölünüb, ikisini yaradıb. İki bakteriya ikinci dəfə bölünüb, dördünü yaradıb. 4 bakteriya 3-cü dəfə bölünməyə məruz qalıb 8-in yaradıb. 8 bakteriya uşu 4-cü bölünməyə məruz qalacaq, 16-sını yaradacaq. Elə ona görə də bizim cavabımız 8-dir. Mən məsələnin yuxarı hissəsinə baxmağıma ehtiyac yoxdur. Onsuzsa bir bakteriyanın neçə fərdi iştirak edib deyib də burada. Elə bir bakteriyadan götürdüm, hesablaya getdim. 8-ci sualda canlı orqanizmlərdə kimyəvi həzmin təkamül ardıcıllığı necədir? Bir hüceyrəli heyvanlarda nə yaranıbdır? Hüceyrə daxili həzm yaranıbdır da. Düzdürmü? Ona görə birinci hüceyrə daxili həzmi götürəcəyik biz burada. Birlə başladıq. Sonra hüceyrə xarici həzm gedibdir bağırsaq boşluqlarda. 3. Membran həzmi harda olubdur? Xovlarda. 2. Cavabımız D bəndi olaraq götürəcəyik. 9-cu sualda. Qalça bağırsaq, nazik bağırsağın bir hissəsidir. Yəni, nə gəlirdi? 12 barmaq, acı, qalça, sonra yoğun bağırsaqdan kör bağırsaq, çəmbər bağırsaq, düz bağırsaq. Nəylərin arasında yerləşəcək? Acı bağırsaqla kör bağırsaq arasında yerləşmiş olacaq. Cavabımız B bəndidir. 9-cu sualın cavabı. 10-cu sualda. Çoxhüceyrəli heyvan orqanizmində rast gəlinə biləcək strukturlardır.
Çoxu hüceyrəli heyvan orqanizmində rast gəlinə bilər yalançı ayağa və miofibrilə. Hüceyrə divarı olmayacaq, iri vatol olmayacaq, düzdür, leykoplast olmayacaq, xromoplast olmayacaq, hüceyrə divarı olmayacaq. Cavabımız D bəndi olaraq götürəcəyik. 11-ci sualı. Verilən ifadələri hansı canlıya aid etmək olar? İkinci siqnal sisteminə malik olub, yəni bunun nitqi var. Nitqi varsa pitekantrop, heydilberqadam, sinantropu atdım. Neandertalda ilk dəfə aydın olmayan nitq yaranmışdı. Kromanyonda zaten əla nitq var idi. Qaşdu qövsü olubsa, kromanyonda alınları düz idi. Qaşdu qövs yox idi. Elə cavabımız Neandertal qaldı. B bəndi olaraq götürəcəyik. 13-cü sualda. Soxulcanın neçə növ orqanında azalma prosesi gedə bilər? Soxulcanda iki növ orqanda. Toxumluqda və yumurtalıqda. Ədəd desəydi 6 ədəd götürəcəkdik. Amma növ dediyinə görə 2 ədəd götürdü. 2 növ götürdük. A bəndi oldu bizim cavabımız. 12-ci suala gələndə. İnkişaf dövrünə görə geohelmint qruplar verib. Geohelmint, biohelmint və əlaqə helmintləri. Ən azından əlaqə helmintini kitabımızda bir dənə canlı verib də. Düzdürmü? Uşaq biz qrupu. Cavabımız ya A'dır, ya Y'dir. Bioelementlərin əsas aralıq sahibi var. Öküz sorterinin əsas aralıq sahibi var, amma insan asqaridinin yoxdur. Geoelementin isə əsas aralıq sahibi yoxdur. Elə insan asqaridi uyğun gəldi. Cavabımız A bəndi. 14-cü sualda insanın sidik ifrazat sisteminə aid olan orqanlardan neçəsi iki əsas bədən boşluğunda yerləşir? 2 ədədi növ olanda bir növ. Amma 2 ədəd sidik axarı həm qarın boşluğunda, həm də çanaq boşluğunda yerləşir. Cavabımız B bəndi. 15-ci sualda bir canlı 6 müxtəlif əlamətə görə maksimum 8 növ qamet əmələ gətirib. Yəni ki, burada demək istəyir ki, 2 üstü n-i bərabər elə bir dəqiqə 2 üstü n-i bərabər elə 8-ə, n tapcıdan bərabərdir 3-ə. Yəni 3 əlamət heterozigot vəziyyətdədir. Böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C. Deyir ki, əmələ gələn qametlərin minimum neçə növü özündə resesiv əlamətlərə malik gen daşıyar. Minimum resesiv əlamətə malik gen daşımaq üçün yerdə qalan 6 əlamətdən 3-ü heterozigotdursa, yerdə qalan 3-ü də homozigot dominant şəkildə olmalıdır. Homozigot dominant şəkildə olmalıdır. Aha. Baxanda da bunların cəmi bircə dənə qameti resesiv gensiz olur. Böyük A, böyük B, böyük C, böyük D, böyük Y, böyük F. Yerdə qalan hamısında resesiv genə malik qamet olacaq. Ona görə bizim burada cavabımız 7 dənə olacaq. 8-dən bir dənə bunu çıxacağıq. Yəni, nədir? 8 çıxılsın 1 bərabərdir 7. Cavabımız B bəndi. Bu səhv etmirəmsə birinci sınaqda da bunu genotiplə vermişdi bu sualı. O 16-cı sualda yumurta hüceyrəsində 9 xromosomu olan bitkinin dişiciyi dişiciyi 9-dur. 2n'imiz bərabərdir 18-ə. Yarpaq hüceyrəsində 16 xromosomu olan bitkinin tozcuğu ilə tozlanmışdır. Yarpaq hüceyrəsi zaten 2n'dir, bu da 16'ya bərabərdir. Bitkinin tozcuğu ilə tozlanmışsa bu erkək bitkidir. Alınmış hibridin dölsüzlüyü Karpachenko metodu ilə aradan qaldırılmışdır. Hibridin endosperm hüceyrəsinin xromosom dəsti neçə olar? Endosperm istəyirsə demişdik, necə hesablayın? Əvvəlcə endospermin özünü tapın, sonra Karpachenko tətbiq edin. Onda mərkəzi hüceyrə ana bitkinin xüsusiyyətini daşıdığına görə 18 xromosom, üstə gəlsin spermidə erkək bitkinin xüsusiyyətini daşıdığına görə bu da 16'nın yarısı 8. Bu elədir nə qədər? 26. Sonra da 26'nı vuracağıq 2'yə, cavabımızı tapacağıq 52.
Endospermdə xromosom sayı. Yəni cavabımız A bəndi. Daha sonra 17-ci sualda hansı canlıda homoloji xromosomlar cütünə rast gəlinmir? Yəni ki, ya dölsüzdür, dölsüzdür ya da haploiddir. Bu şəkildə. Cavabımız Besterdir. Uzaq hibridləşmədən yaranıb dölsüzdür. Cökə ilə ağ balıqla cökənin hibridi idi. Cavabımız D bəndi. 17-ci sualda. Postembriyonal inkişaf zamanı burun dəliklərinin funksiyası artan canlı qurbağadır. Çölçə quyruqda yalnız qoxu bilmədə iştirak edirdi. Qurbağada qoxu bilməklə yanaşı tənəffüsdə də iştirak edirdi. Döş sümüyü üzərində til olur, xeyr. Barmaqlarında 20 caynaq olur, xeyr. Diafraqmaya malikdir, xeyr. Bir cüt qəlsəmən qapağı var, xeyr. Ön ətraf qurşağı 4 növ sümükdən ibarətdir, bəli. Kürək, körpücük, qarğa və döş sümüyü. Cavabımız Y bəndi. 19-cu sualda yanlış bəndi seçin. İnsanda sümüklər dayaq hərəkət aparatının pasiv hissəsini təşkil edir, bəli. 4 toxuma qrupu var, bəli. Bütün daxili orqanlar sayı əzələ toxumasından təşkil olunub, bax bu səhvdir. Enlə coraqlı əzələ toxumasından təşkil olunan orqanlar var. Məsəl üçün, ürək quruluşca enlə coraqlı əzələ toxumasından. Dil, qida borusunun bir hissəsi falan bu şəkildə qeyd edə bilirik. Ürək əzələsi ritmik hərəkət edir. Doğrudur. Mimiki əzələlərin işi iradidir. Doğrudur. 20-ci sualda hansı damarların zədələnməsi zamanı ilk yardım göstərilmişdir? Burada nə edilib? Turna qoyulub. Turna nə zaman qoyular? İri venalar zədələnəndə və arteriyalar zədələnəndə. Cavabımız C bəndi olur 20-ci sualda. 21-ci suala gəlirik. Hansı qurdun həzm kanalında qidanın hərəkəti iki tərəflidir? Nədir? Nə demək istəyir yəni burada? Anal dəlik yoxdur. Bunu demək istəyir. Akplanari, sonra qaraciyər sorucusu. Öküz soriteri, exinokokda həzm kanalı heç yox. Soxulcanla asqaritdə də anal dəlik əmələ gəlir. Cavabımız 1 və 5 D bəndi olmuş olacaq. Gəldik 22-ci suala. İnsanın bir böreğində olan strukturların saylarına görə müqayisəsi necədir? Hər bir nefronda Henle ilcəyi də var, qədəyə bənzər kapsulda var. Ona görə 1 bərabərdir 2-yə. Amma sidik toplayıcı borunun sayı nefron sayından azdır. Çünki bir toplayıcı boruya bir neçə nefron açılır. Ona görə böyükdür 3 şəklində yazırıq. Cavabımız da bizim olur. B bəndi. 23-cü sualda. İnsanın səsinin yüksəkliyi ilə səs telləri arasındakı məsafənin asıllıq qrafiki hansıdır? İnsan danışdıqda səs telləri bir-birindən neynəmiş olur? Yaxınlaşmış olur. Amma susduqda səs telləri arasında məsafə artır. Deməli, səsin yüksəkliyin artdırınca tellər arasındakı məsafə azalacaq. Səsin yüksəkliyini aşağı verəndə səs telləri arasındakı məsafə artacaq. Nədir bu? Tərs mütənasibdə B variantı. 24-cü sualda bizə verib aşağıdakı qrafikdə bəzi parazit qrupların format sayı göstərilmişdir. Qrafikə əsasən doğru fikri seçin. X-da deyib 2 dənə sormac var. Bu olsun qaraciyər sorucusu və yaxud da tip zəlisi. Y-lə Z-də 4 dənə sormac varsa, ya bu öküz soriteridir, ya da exinokokdur. Exinokokdur. Baxaq. Deyir ki, X canlısının aralıq sahibi qaramal ola bilər. Doğrunu istəyib. Qaraciyər sorucusunun aralıq sahibi görür bizidir. Yəni, bu ola bilməz, axı doğru bir fikir kimi. X canlısı buğumlu bədənə malik ola bilməz. Ola bilər, axı, tip zəlisində buğumlu bədən var. X-larla bağlı fikirləri elədik getdi. B-də deyir ki, Y canlısının əsas sahibi ev heyvanı ola bilməz.
Y ilə Z-də hər ikisinə exinokok kimi də baxa bilərik, öküz sorteri kimi də baxa bilərik. Exinokokun əsas sahibi F heyvanı, it pişik ola bilər. Bu fikir səhvdir. D-də deyib ki, Y canlısı qarmaqcığa malik ola bilər. Bəli, ola bilər də, exinokokda qarmaqcıqlar da var da. D variantımız doğru bir variantdır. C'də deyib ki, Z canlısının bağırsağı kör qurtarır. Öküz sorterində bağırsaq nə ağarır? Yəni, bu da səhv bir fikirdir. Gəldik 25-ci suala. Üst-üstə yığılan hamar və yaslı lövhə şəkilli boşluqlardan, onlardan çıxan kanalcıqlardan, uc hissələrində yerləşən qovuqcuqlardan ibarətdir. Nədir bu? Hodgkin kompleksi təbii ki. B bəndi. 26-cı sual. Yarpaqları topa düzülmüş bitkidə en qədər yarpaq var. Eni bölərəm 3-ə, taparam buğum sayı. Bizdən nə istəyir? Buğum aralarının maksimum sayı. Buğum sayından da biri çıxaram, buğum arasının sayını taparım. Cavabımız A bəndi. 27-ci sualda. Monosaxariddir. Təbii ki, galaktoza. Laktoza, maltoza, saxaroza, disaxariddir. Selüloza, polisaxarid. 28-ci sualda. Cümləni tamamlayın. İlk sürünənlərin əmələ gəldiyi geoloji dövrdə, yəni daş kömür. Daş kömür meşələri yox olub Permdə. İki qan dövranı meydana çıxıb Devonda. Borlu sümüklər meydana çıxıb Devonda. Çiçək və meyvə yaranıb Təbaşirdə. İlk iniyarpaqlı bitkilər yaranıb daş kömürdə. Cavabımız Y bəndi. 29-cu sualda. Verilən bakteriyalardan hansı xarici mühitdə karbon qazının miqdarını azaldıb oksigeni artırır? Bu siyanobakteriyalardır. Y bəndi. Baxmayaraq ki, qırmızı bakteriyaların özü belə fotosintez edir, amma bunlar ətraf mühitə oksigen buraxmır. Cavabımız ona görə Y bəndi. 30-cu sualda sümüklər verib növlərini göstəribdir ki, birinci sümük uzun borulu sümük olsun. Burada biz nəyi götürmüş olacağıq? Bu sümüyün D bəndinə birə D-ni aid edəcəyik. 2-yə deyib yastı sümük olsun. Bura mən aid eləyəcəm çanaq sümüyü. 3-ə də deyib ki, qısa sümük olsun. Burada barmaq falanqaların aid eləyə bilərəm və əl darağı sümüklərini aid edə bilərəm. Yəni, cavabımız 30-cu sualda A bəndi. 31-ci sualda endoderma mənşəlidir. Təbii ki, silik hissəsinin epitelisi. Əzələlər və derma, bunlar mezoderma mənşəlidir. Duyğu reseptorları, gözün torluq inşası, bunlar ektoderma mənşəlidir. Meyvənin verilmiş hissələrində hansında ana bitkinin əlamətləri üstünlük təşkil edir? Üstünlük təşkil edirsə, yəni demək istəyir ki, ata bitkinin də xüsusiyyətini daşıyır. Amma üstünlük nədir? Belə deyək də, daha çox ana bitkiyə aiddir. Rüşeyn hüceyrələrində bərabər saydadır, ata ilə ana. Toxum qabığı hüceyrələri yalnız anadır. Meyvə yanlığı hüceyrələri yalnız anadır. Endosperm hüceyrəsi daha çox ana bitkinin xüsusiyyətini daşıyır. Yəni, baxıram ki, burada mən fikirləşdiyim kimi nəzərdə tutmuyordu. Ana bitkinin əlaməti üstünlük təşkil edir kimi ifadə yazmaq doğru deyildi məncə burada. Üstünlük təşkil etmək odur ki, ata bitkinin xüsusiyyəti var, daha çox ana bitkinin xüsusiyyəti olur. Amma burada, yəni bu cümlədə desəydi, yalnız 4 cavabını yazmalıydı. Amma 2-3-4 kimi götürəcəklər, yəni ki, cavabında. D bəndi. Razılaşmıram, yəni bu sualın qoyuluşuyla. 33-cü sualda insanın hansı orqanına 2 növ qan daxil olub, 1 növ qan çıxır qaraciyərə? Həzm sistemi orqanlarından
Gəlir bağırsaqdan, deyək ki, mədədən, mədə-altı vəzidən falan filan. Qaraciyərin qapı venası daxil olur, venoz qan olur. E, Qaraciyər arteriyasına arterial qan daxil olur. Amma çıxanda venoz qan çıxır. Qaraciyər venası ilə. 34-cü sual. Ciftin hormon ifraz etdiyi müddət n aydır, yəni 6 aydırsa, onun ömrü hansı ifadə ilə işarə olunar? Cift 7 ay ömrü var da, n üstə gəlsin 1,6-ın üzərində 1 gələrəm. 35-ci sualda meyozun mitozdan fərqləndirən əsas əlamət bölünmənin hansı fazalarını özünü göstərir? Birinci profaza, birinci metafaza, birinci anafaza. Cavabımız C bəndi. Dimin sualıdır. Yəni bildiyimiz dimin sualıdır. 36-cı sualda eyni sayda götürülmüş göl ilbizi və anatontada cəmi 24 qulaqcıq var. Göl ilbizində bir dənə qulaqcıqdır. Eyni saydadır. X bundan götürərəm, X bundan götürərəm. Bir dənə qulaqcıq olduğuna görə göl ilbizində elə X ilə işarə eləyəm. Anatontada 2 dənə qulaqcıq olduğuna görə 2X ilə işarə eləyib 24-ə bərabər eləyərəm bunların cəmi. 3x bərabərdir 24-ə, x də bərabərdir 8-ə. 8 dənə göl ilbizi var, 8 dənə anadonta var. Bunlarda deyil, cəmi neçə ayaq var? 8-ləri toplayaram da cavabımız 16 eləyər B bəndi. 37-ci sualda ilk dəfə embrional dövründə borlu sümükləri əmələ gələn sinifin sürünənlər nümayəndələrində ola bilməz. 2 qan dövranı var, 2 qulaqcıqlı ürək var, xarici mayalama yoxdur. 4 kamera ürək timsahda var, ətraf mühitdən asılı olan bədən temperaturu hamısında var. Cavabımız burada xarici mayalanmadır, C bəndi. 38-ci sualda cədvələ əsasən doğru bəndi müəyyən edin. X-da nüvə yoxdur, fototrof qidalanır. Yəni bu bakteriyadır, fotosintez edici bakteriyadır və produsent hesab edilir. X canlısı istehsalçı ola bilməz. Səhv fikirdir, istehsalçı deyil. Y-də nüvə var, fotosintez eləmiş olur. Bu bitki də ola bilər, yaşıl evliliyə Volvox da ola bilər. Y canlısı redüsent ola bilər, xeyr. Səhv bir fikirdir. Z üçün deyib ki, nüvə də yoxdur, fotosintez də eləmir. Bu da bakteriyadır. Amma belə deyək də, ya xemosintez edici bakteriyadır, ya saprofit bakteriyadır, ya simbiyoz bakteriyadır, ya da parazit bakteriyadır. Z üçün deyib ki, Z canlısı istehsalçı ola bilər. Bəli, ola bilər. Xemosintez edici canlı kimi ola bilər. Cavabımız C bəndi doğrudur. Kauçuk da deyib, nüvə var, fotosintez eləmir. Bu əksər heyvan hüceyrələri ola bilər. Parazit bitki ola bilər. Parazit göbələk ola bilər. Saprofit göbələk ola bilər. Düzdür. K canlısı heterotrof ola bilməz. Niyə olmur ki? Heyvan kimi, parazit göbələk kimi, parazit bitki kimi ola bilər. K canlısı redüsent ola bilməz, ola bilər. Saprofit göbələk ola bilər. 39-cu sual. Həzm kanalından kənarda yerləşib həzmdə iştirak edən neçə ədəd iri vəzinin axarı bədən boşluğuna açılır? 6 dənə ağız suyu vəzini. Qaraciyərin axarı orqan boşluğuna açılır. Mədə-altı vəzinin axarı orqan boşluğuna açılır. Nazik bağırsaq. Amma ağız suyu vəzlərinin 6 dənə ağız suyu vəzinin axarı ağız boşluğuna açılır. Bədən boşluğu. 40-cı sual və sonuncu suala gəldik. Verilmiş bitkilərin hansılarının bütün fərdlərində 2 qat mayalanma gedə bilməz. Yəni bu 2 evli bitkidir də, 2 evli bir cinsli bitkidir ki, bunun erkək fərdi başqa bir erkək çiçək başqa bir bitkinin üzərindədir. Orada da 2 qat mayalanma getmir. Söyüd, quzuqulağı, qovaq. Cavabımız 3, 4, 5 C bəndi olaraq götürüləcək. Belə əzizlərim, bu dəfəki test izahımızdan bu qədər. Sağ olun, hələlik.